Deməli, önümüzdə yaz aylarıdır, yay gəlir və mütləq şəkərli diabet xəstələrinin gəzintisi ön plana çıxır. Deməli, əlbəttə ki, hər bir şəkərli xəstəmizə və ayaqlarında problem olan, damar problemi olan xəstələrimizdə, neyropatiya olan xəstələrimiz gəzinti zamanı yayda biz qarşılaşdığımız problemlərdən biri ayaqlarda suluqların yaranması, döynəklərin yaranması olur və mənim məsləhətim nədən ibarətdir? Demək ki, şəkərli diabet xəstələri mütləq ayaqlarında hissiyat zəifliyi var və hissiyat zəifliyi olduğu üçün bunlar geniş ayaqqabılardan istifadə etməlidirlər. Ayağı sıxmayan, ayağı sürtməyən ayaqqabılar olmalıdır və nəticə etibarilə çox gəzməməlidirlər, uzun müddətli gəzməməlidirlər. Qısa gəzib dayanıb dincilərini alıb sonra yenidən davam etmək lazımdır. Amma mütləq gəzmək lazımdır.